Değerli tamaşaçılarımız, mən indi bir ciddi problemlə bağlı danışmaq istəyirəm. Müharibə veteranı qadınlarının Sosial Yardım İctimai Birliyinin üzvü Firməmmədova Xədicə xanım ikinci qrup əlildir, müharibə veteranıdır. 2012-ci ildə Zaqatala rayonunda baş verən zəlzələ zamanı Xədicə xanımın evi uçub. Dağılıb, yararsız vəziyyətə düşür. Xədicə xanım onkoloji xəstədir. O vaxt müalicədə olub, evdə heç kim olmuyor və onun evi təmir edilən evlər siyahısından qalıb. Hər kəsin evi təmir olunur, Xədicə xanımın evi təmir olunmuyor. Və biz uzun-uzadı müraciətlər eləmişik. Neçə illərdir Xədicə xanım müraciət eləyir. Biz müraciət eləyirik, Xədicə xanımın evi təmir olunmur. Bu qışın soyuğunda, bu faciəli vaxtda Xədicə xanım çox ağır durumda, Zaqatala kimi soyuq bir yerdə, odunsuz, ocaqsız vəziyyətdə evinin divarına bir, necə deyim, müxtəlif materiallardan bir şey düzəldib, onun içində yaşayır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi və Fövqəladə Hallar Nazirliyinin özü Xədicə xanımın problemlərinin həll edilməsinə məhəl qoymur. Xədicə xanımın evinin təmir edilməsinə kömək eləyən yoxdur. Xədicə xanımın övladı yoxdur. Özü ikinci qrup onkoloji xəstədir. 400 manat pensiya alır, 68 yaşı var. Və bax, mən sual eləyirəm. Onkoloji xəstə, 400 manat pensiya, ev yox, övlad yox. Biz belə çıxır ki, Xədicə xanımı ölümə məhkum eləyirik. Gəncliyini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə keçirən, özünü ölümə verən, vətən üçün ölümə verməyə hazır olan bir qadına bugün bu münasibət sizcə doğrudurmu? Mən bunu Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova verirəm. Niyə Kəmaləddin Heydərova verirəm? Çünki o idarədə iş uyğun şəkildə